Ebru Şahin uzun fasilədən sonra yeni serialla ekranlara qayıtmağa hazırlaşır. Məşhur aktrisanın yeni layihəsi NTC Media imzalı Adana Ayaz serialıdır. Ebru Şahin serialda başrolu Uğur Günəşlə paylaşacaq. Senarisini Onur Uğraşın yazdığı layihənin rejissoru isə Faruk Teber olacaq. Serialın NAV ekranlarında yayınlanması planlaşdırılır. Adana Ayazının çəkilişlərinin başlanması üçün hazırlıqlar sürətlə davam edir. Komandanın həftə sonu Eskişehirə gedəcəyi, çəkilişlərin isə həftənin əvvəlində başlamasının planlaşdırıldığı bildirilir. Beləliklə, Hercai və Destan'dakı uğurlu obrazları ilə yadda qalan Ebru Şahin yeni serialı ilə yenidən tamaşaçı qarşısına çıxacaq.